ən böyük sirlərindən biri də budur ki, buranı baxın spirtləyirsiniz. Mütləq açdıqdan sonra buranı spirtləyirsiniz ki, dezinfeksiyasının yerində. Sonra isə sistemi bu formada saxlayıb qoyursunuz. Bu formada saxladıqdan sonra keçirirsiniz. Aydındır. Keçirdikdən sonra bu qapaq mütləq açıq qalmalıdır. Bura diqqət yetirin. Aydındır. Sonra isə baş aşağı eləyirsiniz. Filtr bölümünü 3 dəfə sıxıb açırsınız və bir dənə sıxma vurursunuz ki, bu bura dolsun. Sonra isə iynəsini götürüb daxil edirsiniz həmin bu hissəyə. Daya hava, ay damcı yerə töküləcək söhbəti yoxdur. Yavaş-yavaş açdınız, bu formada havası çıxdı. Nə hava qalacaq içində, nə də ki, bunun öz mayeəsi yerə tökülməyəcək. Başa düşürsünüz necə? Baxın, havası çıxıb bu dəyə. Görürsünüz, bir dənə nədir, hava bunda görə bilməzsiniz. Nə itkiyə getdi, nə açdı. Və sonra əlavə olaraq isə artıq bu iynəni damara vurmursunuz. Kəpənəklə götürüb damara vura bilərsiniz və ya kiçik bir iynə ilə